Suallarımıza hazırsan mı? Evet. O zaman başlayalım. Fonetika bölməsində nə keçirik? Danışım səsləri, vurğu, heyecan, ahəng qanunu. Ay, sağ ol. Fonetika bölməsində bunları öyrənirik. Danışıq səsləri deyəndə nə başa düşürsən? Danışarkən istifadə etdiyimiz səslərə danışıq səsləri deyilir. Danışıq səsləri yazıda nə ilə işarə olunur? Hərflər. Əlifbamızda neçə hərf var? 32, Neçə səs var? 34. Səs nədir, hərf nədir? Səsləri deyirik və eşitirik, hərfləri yazıb və görürük. Aha. Səslər neçə yerə bölünür? 2 yerə. Hansılardır? Saatlər və samitlər. Neçə saitimiz var? 9, Neçə samit var? 23, Samitlər neçə yerə bölünür? 2. Hansılar? Kar və cingiltili. İsim nəyə deyilir? Varlığın adını bildirən nek hissəsinə isim deyilir. İsimin suallarını say. Kim, nə, hara. Aha. İndi mənə de görüm, hansı isimlərə biz konkret isimlər deyirik? Gözlə göründüyümüz və əllə toxunduğumuz. Hansılara mücərrət deyirik? Gözlə görünməyən və əllə toxunmayan. Toxunula bilməyən isimlərə mücərrət deyirik. De görüm, sifət varlığın nəyini bildirir? Sifət varlığın əlamətini və keyfiyyətini bildirir. Sualların necədir? Necə, nədir, hansı? Sən mənə əlamət bildirən bir sifət de. Uzun, qısa, balaca, böyük, kiçik. Aydındır. İndi isə mənə keyfiyyət bildirən sifət de. Dadlı, şirin, duzlu, duzsuz. Aydındır. Yaxşı. De görüm, fiil varlığın nəyini bildirir? Hərəkətini. Hansı cingiltili samitlərin kar qarşılığı yoxdur? El, en, el. O samitləri necə adlandırırıq? Samar samitlər. Ay, sağ ol. Bəs hansı samitimizdir ki, onun cingiltili qarşılığı yoxdur? He. Aydındır. He samitinin cingiltili qarşılığı yoxdur. Davam eləyək. Heca nəyə deyilir? Sözün asanlıqla bölünən hissələrinə heca deyilir. Hər hecada neçə sait səs olur? 1. Yalnız bir sait səs olmalıdır. Yaxşı. Söz sətirdən sətirə nə vasitəsilə keçirilir? Dərs qoyulub heca bölgüsünə görə kesilir. Sözün tərkibi neçə hissədən ibarətdir? İki. Hansıdır? Kök və şəkilsi. Aha, yaxşı. Sözün quruluşuna görə neçə növ var? 3. Hansıdır? Sadə düzəltmə mürəkkəb. Bir sadə sözdür. Qələm, dəftər, kitab. Aha. İndi isə bir düzəltmə sözdür. Balıqçı, idmançı, didoçu. Oldu, yaxşı. İndi isə mürəkkəb sözdür. Paltaryan, dəvə quşu. Aha, yaxşı. Günə baxan. Günə baxan. Aha, oldu, yaxşı. Məqsədinə görə cümlənin neçə növü var? 4. Sual, əmir, nida. Sual, əmir, nida, nəqli. Yaxşı. Nəqli cümlə bizə nə verir? Məqsədi nədir? Məlumat verir. Sual cümləsinin məqsədi nədir? Məlumat alır. Aha. Bəs nida cümləsinin məqsədi nədir? Hiss, həyəcan və qorxu bildirir. Yaxşı. Nida cümləsinin sonunda hansı işarə qoyulur? Nida. Bəs sual cümləsinin sonunda Sual. sual işarəsi qoyulur. Yaxşı. Əmr cümləsinin sonunda hansı işarə qoyulur? Nöqtə. Nöqtə. Yaxşı. İndi isə riyaziyyatdan suallar verək. De görüm. Toplamanın komponentlərini say. Toplanan cəm. Çıxmanın, Azalan, çıxılan, fərq. vurmanın, Vuruq, hasil. bölmənin. Bölünən, bölən, qismət. Aha. Yaxşı. Sən mənə müstəvi fiqurlarını say. Üçbucaq, dairə, kvadrat, düzbucaqlı. Kvadratın düzbucaqlıdan fərqi nədir? Kvadratın hər tərəfi bərabərdir, amma düzbucaqlının yalnız qarşı tərəfləri bərabərdir. Ay, sağ ol. Düz. Afərin. İndi mənə fəza fiqurlarını say. Kub, kuboid, piramida, silindir, konus, kürə. Aha, bəsdir. De görüm kubun neçə üzü, neçə təpəsi, neçə tili var? Kubun 6 üzü, 12 tili, 8 təpəsi. Ay, sağ ol. Yaxşı. De görüm hansı bucaqları tanıyırsan? Düz bucaq, iti bucaq, kör bucaq, asıq bucaq. Ay, sağ ol. Düz bucaq neçə dərəcə olur? 90 dərəcə. Aha. Açıq bucaq neçə dərəcə olur? 180 dərəcə. 180 dərəcə. Bəs hansı bucaqlara iti bucaq deyirik? Düz bucaqdan kiçik olanlara. Deməli, düz bucaqdan kiçik bucaqlara iti bucaq deyirik. Hansı bucaqlara kör bucaq deyirik? Düz bucaqdan böyük, açıq bucaqdan kiçik olan
bucaqlara Uzaqlara kör bucaq deyirik. Yaxşı. İndi sən mənə də görüm 6 dəfə 9-um neçə eləyir? 54, 7 dəfə 8-im. 56, 3 dəfə 9-um. 27, Aha. Yaxşı. 63 bölü 7. 9, 56 bölü 8. 7, 1 saatımız neçə dəqiqədir? 60, Bəs yarım saatımız neçə dəqiqədir? 30. 1 metrim neçə santimetrdir? 1 metrin 100 santimetr. Bəs 1 santimetrim neçə millimetrdir? 10, 1 desimetrim neçə santimetrdir? 10, Aha. Yaxşı. 1 metrdə neçə millimetr var? 1000. Oldu. Yaxşı Səfiyə, sağ ol. Təşəkkür eləyirəm. Bütün suallara cavab verdin.